Slovakiyanın paytaxtı Bratislavadayıq. Prezident İlham Əliyev bu ölkədə rəsmi səfərdədir. Azərbaycan və Slovakiya arasında 30 ilə qədər davam edən diplomatik münasibətlər indi yeni istiqamətlərlə zənginləşdirilir. Ələlxüsus enerji sahəsində əlaqələr əməkdaşlığa yeni tonus qazandırır. Bugün 14 ölkə Azərbaycan qazı ilə isinir. Azərbaycan qazını ixrac edən Cənub qaz dəhlizi bir uğur hekayəsidir. Bu hekayənin əsas səhifələri isə Avropada yazılır. Azərbaycan qazını əldə edən ölkələrdən 11-i Avropa ölkəsidir. Onların arasında Slovakiya da var. Türkiyə, Gürcüstan, İtaliya, Yunanistan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Ukrayna və Suriya ilə yanaşı ötən ilin dekabrından etibarən Slovakiyada Azərbaycan qazının alıcıları sırasına qoşulub. Bu vaxta qədər Slovakiya Ukrayna üzərindən keçməklə Rusiya qazını əldə edirdi. Bu tranzit xəttin adı qardaşlıq adlanırdı. İndi təbii ki, qardaşlıqdan əsər əlamət yoxdur. Və üstəgəl bu müqavilənin müddəti 2024-cü ildə sona çatırdı və digər Avropa ölkələri kimi Slovakiyada alternativ axtarışındaydı və bu vəziyyətdə Azərbaycan ən etibarlı tərəfdaş ola bilərdi və oldu da. Həmrəylik halqası layihəsi çərçivəsində 2023-cü il aprelin 25-də Sofiyada Azərbaycan Dövlət Neft Şirkəti ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz ötürücü sistem operatorları arasında əməkdaşlığın təşviqi ilə bağlı anlaşma memorandumu imzalanıb. Bu sənəd Avropa daxilində Azərbaycan qazının interkonnektorlar vasitəsilə daha böyük coğrafiyaya çatdırılmasını təşviq edir. – 2024-cü ildə Bakı və Bratislava arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə tərəflərin əlaqələrə verdiyi önəmi ifadə edir. Slovakiya baş nazirinin ölkəmizə ötən ilki səfərində əməkdaşlığın bir sıra istiqamətləri xüsusilə fərqləndirilmişdi. Ələlxüsus enerji, ticarət dövriyyəsinin şaxələndirilməsi, müdafiə sənayesi, qarşılıqlı investisiya qoyuluşu və s. 19-cu əsrdə Avstriya-Macarıstan imperiyasının nəzarəti altında olan Slovakiya torpaqları 20-ci əsrdə Çexoslovakiya dövlətinin bir hissəsini təşkil edirdi. 90-cı illər ərəfəsində Avropanın şərqində baş verən dəyişikliklər bu dövlətdən də yan keçmədi və Çexiya və Slovakiya ayrılmaq qərarı verdilər. 1992-ci ildə müstəqillik əldə edən Slovakiya 2004-cü ildən Avropa Birliyi və NATO-nun üzvüdür. Slovakiyanın əhalisi əsasən Slovaklardan ibarət olsa da, burada Çexlər və Macarlar da sayı etibarilə az deyirlər. Bratislavada isə təxminən yarım milyon insan yaşayır. Bratislava Şərqi və Mərkəzi Avropa memarlığının nümunələrini özündə birləşdirir. Axşam saatlarında isə şəhərin qədim hissəsi bizim içəri şəhər kimi turistləri cəlb edir. İş başında olan santexnik heykəli isə turistlərin foto çəkdirmək üçün yanında ən çox ayaq saxladığı yerlərdən biridir. Heykəl öz duruş tərzi və üzündəki təbəssümlə Slovakların yumor hissinə eyham vurur.
Dunay çayı sahilində yerləşən Bratislavanın unikallığı həm də ondadır ki, o iki ölkə ilə, Avstriya və Macarıstanla da qonşudur. Biz hazırda Prezident Sarayının qarşısındayıq və burada bir qədər sonra Azərbaycan Prezidentinin Slovakiya Prezidenti ilə görüşü keçiriləcək. Hazırda sarayın qarşısında Azərbaycan liderinin rəsmi qarşılanma mərasimi üçün son hazırlıqlar görülür. Prezident Sarayı Şərqi Avropa memarlığına xas elementləri özündə əks etdirir həm də. Bratislavalılar yeni il atributlarını Prezident Sarayına yerləşdirmək üçün gecikməyiblər. Görüş iki tərəfli xarakter daşısa da, Slovakiya həm də Avropa İttifaqını təmsil edir. Operatorumuzun Prezident Sarayında rahat işləməsi üçün heç bir məhdudiyyət yoxdur. Təhlükəsizlik yoxlamaları da öz yerində. Ancaq Slovaklar qonaqpərvərliklərini də nümayiş etdirməyə çalışırlar. Hi, welcome. What is it? Original gingerbread from Slovakia. It's our traditional Christmas-like sweet. Thank you. Fəxri Qaraoğlu'nun üzvləri rəsmi qarşılanma mərasimi üçün tələsirlər. Soldan üçüncü pəncərəyə bax, təhlükəsizlik kameraları hər yerdədir. Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasiminin görüntülərini qeydə almaq üçün Azərbaycan və Slovakiyalı media nümayəndələri son hazırlıqları görürlər. Fəxri Qaraoğlu da hazırdır. Sadə Bratislavalılar da Azərbaycan Prezidentinin qarşılanma mərasimini gözləyir. Hər halda Prezident Sarayının həyətinə daxil ola bilməsələr də kənardan kadrları çəkməyə hazırlaşırlar. Fəxri Qaraoğlu isə təkcə əsgərlərdən ibarət deyil. Azərbaycan nümayəndə heyəti artıq Prezident Sarayına təşrif buyurur. Prezident İlham Əliyev artıq Prezident Sarayındadır.
Azərbaycan nümayəndə heyəti Slovakiya prezidentinə təqdim olunur. Və qarşılıqlı olaraq Slovakiya nümayəndə heyəti Azərbaycan liderinə təqdim ediləcək. Rəsmi qarşılama mərasimindən sonra liderlər bayraqlar önündə birgə foto çəkdirəcəklər. Liderlərin görüşü iki tərəfli formatda bağlı qapılar arxasında davam edəcək. Prezidentlərin geniş tərkibdə görüşü isə hələlik girişə icazə verilməyən bu otaqda keçiriləcək. We also decided to visited Slovakia. Prezidentlərin geniş tərkibdə görüşü bu bağlı qapılar arxasında hazırda davam edir. Daha sonra liderlər mətbuat üçün açıqlama ilə çıxış edəcəklər. Hazırda operatorlar, jurnalistlər son hazırlıqları görürlər. Azərbaycan prezidentinin Azərbaycan dilində, Slovakiya prezidentinin isə Slovak dilində çıxış edəcəyi gözlənilir və tribunalara tərcümə qurğuları da məhz buna görə qoyulub. Nümayəndə heyətlərinin görünməsindən aydın idi ki, görüş sona çatır və liderlər mətbuat üçün açıqlamaya təşrif buyururlar. Azərbaycan Cənub Qafqazın ən böyük iqtisadiyyatıdır. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir və mən çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır. Burada ciddi artım var və bugün də biz qeyd etdik ki, burada hələ də istifadə edilməmiş potensial var. Keçən il Slovakiya və Azərbaycan strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalamışlar. Bu əlaqələrimizi ən yüksək səviyyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra bütün istiqamətlər üzrə biz çox fəal əməkdaşlığı görürük. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Səfər çərçivəsində Prezident İlham Əliyev həmçinin Azadlıq qapısı abidəsini və Devin qəsrini ziyarət etdi.
Sağda Dunay çayı uzanıb gedir. Biz isə Bratislava qəsrinə doğru yol almışıq. Prezident İlham Əliyevin burada Slovakiya Milli Şurasının sədri Richard Raši ilə, hökumət evində isə Slovakiya baş naziri Robert Fico ilə görüşü planlaşdırılır. Bratislava qəsri Bratislavanın rəmzlərindən biridir. Qədim insan izləri aşkarlanıb burada. Həm də müdafiə qalaları ilə əhatə olunur. Sonrakı dövrlərdə burada müdafiə qalaları düşmən hücumlarından bu qəsri və şəhəri qorumaq üçün istifadə olunub. Qəsrdə Azərbaycan prezidentini gözləyirlər. Üç rəngli bayrağımız da qəsrin qarşısında dalğalanır. Bratislava qəsrinin yerləşdiyi təpə qədim Roma dövründən istehkam kimi istifadə olunub. Orada Romalıların hərbi düşərgələrinin qalıqları da aşkarlanıb. 1811-ci ildə burada baş vermiş yanğından sonra qəsr 150 ilə qədər baxımsız qalır. 1950-60-cı illərdə isə o yenidən bərpa edilir. Ali qonaqların qarşılanma ritualına uyğun olaraq Fəxri Qaraoğlu dəhlizdə düzülür. Burada bizim heyət duracaq, nümayəndə heyəti. Burada onların nümayəndə heyəti duracaq. Prezident İlham Əliyev və Milli Şuranın sədri bayraqlar önündə foto çəkdirdikdən sonra xatirə kitabına Prezident İlham Əliyev ürək sözlərini yazacaq. Ardınca məhz bu zalda geniş tərkibdə görüş baş tutacaq. Maria Teresa. And the children. This is the house of the monarchy of Queen. They are important person for Slovakia. Yeah, that's what I want union. Hungary, Austria, Slovakia, Serbia. I don't know. All of them. Yeah, all of them. Bu otaqda isə Azərbaycan prezidenti və Milli Şura sədri arasında iki tərəfli görüş baş tutacaq. Qəsrdən Bratislavaya olduqca gözəl bir mənzərə açılır. Slovakiya Respublikasına etdiyim ilk rəsmi səfər çərçivəsində Milli Şuranı ziyarət etməkdən məmnunam. Əminəm ki, parlamentlər arasında əlaqələrimizin inkişafı Azərbaycan-Slovakiya münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımızın rifahına yeni tövbələr verəcək. Slovakiya Respublikasının Milli Şurasının fəaliyyətinə uğurlar arzulayıram. İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti, 9 dekabr 2025-ci il. Prezident İlham Əliyevin Milli Şura sədri ilə görüşü təxminən 10 dəqiqə davam edəcək. Daha sonra bu zalda geniş tərkibdə görüş davam etdiriləcək. Görüş zamanı parlamentlər arasında əməkdaşlıqla yanaşı enerji, müdafiə sənayesi, humanitar, idman,
Birbaşa aviareyslər, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd edildi. Bir qədər sonra isə Prezident İlham Əliyevin hökumət evində Slovakiya Baş naziri Robert Fico ilə görüşü keçiriləcək. Bu cür binalarda şübhəsiz təhlükəsizlik yoxlamaları vacibdir, ancaq ötən il Robert Fico'ya qarşı silahlı hücumdan sonra bu iki qat məsuliyyətli məsələdir. Slovakiya Baş naziri bildirdi ki, o dünən Azərbaycan prezidentinin Slovakiya prezidenti ilə ikitərəfli çox səmərəli görüş keçirdiyi barədə məlumatlıdır. İndi isə görüş qapalı, ikitərəfli formatda davam edəcək. Həm də ikitərəfli görüşlər aparmaq üçün imkan var. Prezidentlərin görüşü davam etdiyi müddətdə. Həmçinin tərəflər əlaqələrin hüquqi bazasını yeni sənədlərlə möhkəmləndirirlər. Hesab edirəm ki, ölkələr arasında imzalanan anlaşma memorandumu müzakirəsini apardığımız ilk sənəd hesab olunur. Slovakiya və Azərbaycanın mədəniyyət nazirlikləri arasında əməkdaşlıq genişləndirilir. Azərbaycan və Slovakiya çox zəngin tarixi irsə malikdir. İnanıram ki, qarşılıqlı əməkdaşlıq çox ortaq nöqtəmiz olduğunu göstərəcək və biz bu mədəni əlaqələrin daha da inkişaf etməsini istəyirik. Beləliklə, Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri zamanı aparılan müzakirələr və verilən açıqlamalar nümayiş etdirdi ki, iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri əhatə eləyəcək yeni səhifəsi başlayır.